Pünhan Piriyev adlı müğənni Sumqayıtda hər hansısa mağaza açılışında onunla şəkil çəkdirmək istəyən uşaqları, qadınları təhqir edici formada oradan qovur. Sən kimsən axı səni səhnəyə çıxaran xalqı, milləti səhnədən qovasan? Sən onların elə pulu ilə varlanmısan, sərvət sahib olmusan. Sən onların səninlə şəkil çəkdirib, səni məşhur etməkləri ilə gündəmə gəlmisən, o zirvəyə qalxmısan. İndi də o zirvədən insanları tapdalayırsan, qovursan. Kimsən axı sən? Sən o adamsan ki, Manaf Ağayevə yaxınlıq edərək səhnəyə gəlmisən. Sənə atanın etmədiklərini edən Manafa haqsızlıqlar etmişsən. Bir zamanlar bu videonla gündəmə gəlmişdin. Dostumuz burada oturmuşdu, Pünhan. İlk dəfə ifidlərə səhiylə çıxıb, ən gözəl məclislərə sən onu aparmısan, dəstək durmuşsan. İndi kişisən də əlivin duzu yoxdur, indi bunu başa düşdük. O günləri çox pis oldum və mən gördüm ki, sənin yaşın ona gətirdi ki, sən danışığından hiss elədim ki, o nəyə pis oldu? O deyir, hayf mənim əziyyətimdən. Yəni, səncə niyə belə oldu? Ümumiyyətcə, çalışmışam hamıya, əlimdən nə gəlirsə eləyim, amma Pünhan üçün çox əziyyət çəkmişəm. Pünhanın nəinki sənətlə bağlı, sənətdən kara qara işlər olub, onlara da əziyyət çəkmişəm. Yəni, problem olub, nə bilim, çox atası xəstə olub, həftələrlə gedib bir yerdə banisiyada yanına dəymişəm. Yəni, sənətdən kənarda çox istəmirəm, efirdir. Mən amma deyəcəyəm, mən bilirəm ki, bir xanımla, bir xanım müğənni ilə Pünhanın bir problemi var idi. Və tacirin ad günündə o xanımın yanında elə insanlar gəlmişdi ki, orada Pünhanın başına bir iş gələcəkdi. Nə mənada? Dava düşəcəkdi. İndi cavan oğlan da ona bir şillə də vursalar, yayılsa bu yaxşı idi. Mənə maraqlıdır ki, sən orada o məclisdən qabaq təyin elədin ki, o adamlar kimdir, onlara zəng vurdun. Cavan oğlanlar da onlara xahiş elədin ki, mən axsaqqalam, xahiş yəni, Manaf durub başqa nə eləyə bilər ki? Bax, ondan sonra çıxıb necə də demək olar ki, belə, yəni, mən demirəm, Əflatun müəllimə böyük hörmətim var. Yəni, sənin pis vaxtında bilirdi ki, orada bir dənə adama nito bir hərəkət video çəkilsəydi, viral olacaqdı. Bundan sonra deyirsən, eləməyəcəyəm heç nə. Deyirəm, amma mümkün deyil, gənə deyirəm, mümkün deyil. Amma bilirsən, çörəyin duzu olmaz. O hətta səni döyülməkdən xilas edibdir. Özünü apara bilməyən Pünhan Piriyev, bu hərəkətləri öz ailənin daxilində edə bilərsən. Hələ mən sənə məsləhət verim, öz ailənin daxilində də belə hərəkət etmək məncə kişilikdən deyil. Onlar nə etmək istəyirdi, sənlə şəkil çəkdirmək istəyirdi. Əziz cəmiyyətimiz, əziz xalqımız, belə insanları niyə zirvələrə qaldırırsınız? Belə insanların hansısa at geyimi, iç geyimi, qadın paltarı, dükanların açılışına belə izdihamla gəlirsiniz. Amma sizin kimiləri çox təəssüf ki, şəhidlərimizin tədbirlərində görə bilmərik, görə də bilmirik. Belə insanları yuxarı qaldıranda bir gün bax sizə belə təhqir edici hərəkətlər edəcəklər. Onları zirvəyə qaldırmayın. Onların yeri elə bir zamanlar çıxa bilmədikləri müəyyən dostun, tanışın sayəsində olan kənd məclisləri və yaxud da hansısa mağar toyları idi. Geçsinlər öz yerlərinə.